Burada biz necədir? Burada mənim subyektiv fikirlərim var, amma mənim bəzi subyektiv fikirlərim reallıqla düzgün gəlməyə bilər. Yəni ki, eee, daha öncə dediyim kimi, mən ümumiyyətlə bir işə başlayanda hər zaman dərindən araşdırıram bu işi. Nə işlər görmək olar, nəyə nail olmaq istəyirəm və s. Bu dəqiqə mən tendensiyaya baxıram ki, tradinqə gələnlər belə də easy money istəyirlər, rahat pul istəyirlər və istəyirlər indi başlasınlar. Mən hansısa bir kiməsə video atıramsa, hətta 20 dəqiqəlik video atıramsa, bir o videoya bax, əksəriyyət heç baxmır. Deyir, mən başlamaq istəyirəm, mən necə başlaya bilərəm? Yəni yanaşmadır. Ticarətə başlayanda yanaşma düzgün olmalıdır. Bilməlisiniz ki, siz yenə də burada məqsəd nədir sizdə ticarətdə? Sonra anlamalısınız ki, siz hansı birjada nə ilə ticarət etmək istəyirsiniz? Bu da bir vacibdir. Üçüncü də mən deyərdim ki, düzgün özünüzə bir strategiya seçməlisiniz və bu strategiyanı öyrənməlisiniz. Bu üç məqama mütləq diqqət etmək lazımdır yeni başlayan trader üçün. Bu mənim subyektiv fikrimdir.